Hər birimiz qardaşlar Allahın tövsiyələrinə baxmalıyıq. Əməl eləməliyik müsəlman kimi ölmək üçün. Müsəlman kimi dünyamızı dəyişmək üçün dəyərli qardaşlar, ən birinci səbəblərdən kim deyə bilər birini? Ən birinci səbəblərdən nədir? Allaha çoxlu dua eləmək. Allaha yalvar yapış eləmək. İstəmək Allahdan. Bu da kimin sünnətidir? Muhammed sallallahu aleyhi və səlləmin sünnətidir. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Rəbbim, qəlbimi dinin üzərində sabit et. Vallahi dəyərli qardaşlar, duadan qafil oluruq bəzən. Dua əzəmətli ibadətdir. Sabit ölmək üçün, müsəlman kimi ölmək üçün əzəmətli bir səbəbdir. Bugün baxırsan, azdıran səbəblər çoxdur. Azdıran səbəblər dünya, mal, mülk, azdıran səbəblər qadın fitnəsi, azdıran səbəblər evlad fitnəsi, azdıran səbəblər qıraqdan olan, özünü bizdən göstərib, lakin bizdən olmayan fitnəkarların fitnəsi insanı haqdan yayındırır. Lakin sabit qalmaq lazımdır.